Hər kəsə salamlar. Əgər sən də bəlkə haçansa özünü müşahidə eləmisən və görmüsən ki, empatiya duyğun ya yoxdur, ya çox aşağıdır və insanların həyatında, dünyada hadisələr baş verir, sən isə sanki haldan anlamırsan. Ümid edirəm ki, burada bu gün danışacağım proseslər bəlkə də sənə özünü anlamağa kömək edəcək. Bu yaxınlarda mən həyatımda ilk dəfə 43 yaşımda bir xanımla küçədə münaqişə etdim, dalaşdım. Gəlin biraz detallı danışım. Çox yorucu bir gün idi mənim üçün. Həm menstruasiyam başlamışdı, həm qızım həmən gün özünü çox nadincə aparırdı, narahat idi, gecə pis yatmışdım və mən onu günorta yuxusuna çıxartmışdım gəzdirməyə kolyaskada və bütün başqa, günlərdən fərqli olaraq bu gün heç yatmaq istəmirdi. Gah bir şey istəyirdi, gah o bir şey istəyirdi. Analar indi məni çox gözəl anlayır. Kaprizlər edirdi və mən də həqiqətən heç olmadığım qədər yorğun, halsız və səbirsiz hiss edirdim. Amma özümü sıxmışdım, saxlayırdım. Çünki hey ümid edirdim ki, indi yuxuya gedəcəyəm. Və bunlar hamısı baş verənkən qızım bir 10 dəqiqə də ağlayırdı. Çünki hansısa biz süni bir gül gördük otelin önündə və yapışdı ki, məndən o gülü mənə ver. Mən də əlbəttə ki, izah elədim ki, biz o gülü oradan götürə bilmərik. 2 yaşlı uşaq nə qədər başa düşərsə, o da o qədər başa düşdü və bir 10 dəqiqə susmadan ağladı. Sonra sakitləşdi və biz bir evin önündən keçirdik və birdən təzə sakitləşmiş halda evin qabağında belə çox balaca klumbalar var idi. Orada da, kiçik belə güllər var idi, kustikin üstündə. Birdən qızım yenə o cingiltili ağlayar səsi ilə yapışdı ki, o gülü mənə dər. Və çox maraqlıdır ki, bizim beynimizdə necə proseslər işləyir. Mənim beynim saniyələr içində düşündü ki, yox, mən bunu dərməli deyiləm. Çünki başqasının evin önündən gül dərməzlər. Mən də istəmərəm mənkin dərsinlər. Amma mən indi bunu dərib ona verməsəm, yenə 10 dəqiqə zırıltıya dözə bilməyəcəm. Mən də artıq barışmışdım ki, bugün yatmayacaq və evə doğru gedirdim. Beyin bunu hesabladı ki, daha az həsər yaşamaq üçün mən bu gülü dərəcəm. Təsəvvür edin ki, mən o gülü dərirəm və həmən o anda evin sahibi itini gəzdirməyə çıxmışdı, evə qayıdır və mənə deyir ki, heç yaxşı deyil, ingilis dilində danışırıq, bu başqasının evinin önündən gül dərməyə. Mən də deyirəm ki, haqlısınız, çox haqlısınız. Dərməməli idim. Mən də heç dərməzdim. Amma qızım 10 dəqiqədir ağlayır. Qızım da sağ olsun o anda belə elə zırılırdı. Yəni nümunə idi gözün qabağında ki, bəs ona görə məcburən dərdim, üzr istəyirəm. Xanım da bir növ sanki insanı qarşısında görmür. Məni sanki heç eşitmir. Görsənir ki, içində dəhşət qəzəblənib, amma qəzəbini o mədəni şəkildə və dır monoton səsində mühazirə oxuyarsan, haçan ki dır kimsə danışır və sən onun qarşısında nəsə deyirsən, başa salırsan, hey mən burdayım az qala deyirsən və o səni görmür. Çünki onun artıq beynində bir ideya var ki, mənim günüm dərildi, bu səhvdir, mən qəzəbliyəm, mən indi bunu cəzalandırmalıyam. Və məni heç eşitmir. Deyir ki, yox, amma bu düzgün deyil. Deyirəm, haqlısınız. Yenə də qadına deyirəm, gözünün içinə baxıram, deyirəm ki, haqlısınız. Amma o qədər yorğunam, o gülü dərməsəydim, qızım ağlamağa davam edəcəkdi. Əlimlə də belə göstərirəm, həmən gündə belə solğun, makiyajsız, belə ən yaman gündə çıxmışam. Belə göstərirəm ki, bəs çox yorğunam, çox halsızam. Qadın da təxminən maksimum 55 yaşlarında belə görsənərdi. Belə baxımlı, çox belə də yetərincə bahalı bir məhəllədən yaşayan bir xanım idi. Deyirəm bunları və söhbəti qurtarmaq istəyirəm, uzanmasın da. Yəni ikinci dəfə də üzr istəyirəm. Kalyaskanı belə fırladıb bu tərəfə gedirəm.
Yəni yoluma davam eləmək istəyirəm və birdən xanım nə desə yaxşıdır. Hansı ki, məndə partlayış yaratdı. Mən fırlanırdım, birdən dedi ki, mənim də uşaqlarım var, mən də anayam. Amma mən onlara tərbiyə edirəm. Mən onlara deyirəm, harda güldərilər, harda yox. Wow! Döndüm. Yəni hər şey necə var elə. Qadına belə əl çaldım. Dedim, bravo. Sən nə dərəcədə mükəmməl, möhtəşəm bir anasan. Bravo. Bir dəfə də əl çaldım, fırlandım və getdim. Yolda getərkən isə bu videonu beynimdə yaratdım, bilməyərək ki, bu video olacaq. Yox, beynimdə bəlkə düşünərsiniz, qadınla dalaşmırdım, onu söymürdüm, onunla mühakimə etmirdim. Tam əksinə. Bu situasiya mənə özümün, bəlkə də analarla deyil də, başqa situasiyalarda o üstdən mühakiməci, amma mən belə şey eləməzdim. Situasiyalarım yadıma düşdü. Və əgər sən də mənim bugün burada dediklərimi daha yaxşı həzm etməyi anlamaq istəyirsənsə, istəyirsən hətta pauza bas. İndi həyatında bircə dənə hansısa situasiya, biz hamımız bunu etmişik. Mükəmməl insan yoxdur. Hamımız etmişik. Əgər sən deyirsən ki, ya da düşünürsən ki, sən heç kimə qarşı üstən pozisiyadan olmamısan, kimisə öz haqlılığınla, mükəmməlliyi ilə, düzgünlüyü ilə əzməmisən, onda özünü heç tanımağa başlamamısan belə. Amma məncə mənim izləyicilərim, mənimlə uzun zaman burada olanlar artıq biraz yəni özlərinə yaxınlaşa biliblər, yəni özlərini biraz görürlər. Çalış bir dənə situasiyanı xatırla və onun üzərindən düşünərək get. Mən düşündüm ki, mükəmməl olmaq necə də iriyənc bir şeydir. Və bu paradoksaldır, deyilmi? Çünki biz mükəmməl düşünəndə hər şeyin ən gözəlini, ən düzgününü, ən yaxşı tərzdə bildiyini və etdiyini düşünən, edən, yəni belə bir insan, dırnaq arasında deyirəm, insan təsəvvür edirik. Amma bunu təsvir edəndə belə fikir verin, sanki insan barəsində danışmırıq. Çünki elə bir insan dünyaya doğulmayıb və yoxdur, hansı ki səhv etmir, hansı ki daima etik, daima səmimi, daima anlayışlı davranır. Elə insan yoxdur. Biz daha az ya da daha çox anlayışlı, empatiyalı ola bilirik. Amma daima yox. Biz o qədər həyatı, illəri boşa yaşayırıq, mükəmməl olacağımız günü gözləyərək, mükəmməlliyə doğru gedərək. Çünki inanırıq ki, biz ora çatanda biz artıq nə olacaq yəni hər şeyin ənini edən və bilən. Necə ki bu xanım düşünürdü. Əslində isə mükəmməl insan deyil, o bir robotdur. Çünki mükəmməl olmaq üçün, yəni bir təsvir etdiyim kimi, o insan deyil, mükəmməl varlıq insan deyil. Biz özümüzü məcbur edirik əgər mükəmməl olmağa və daima düzgün davranmağa. Bu deməkdir ki, biz özümüz haqda çox aspektlərimizi, xüsusiyyətlərimizi görmürük və anlamırıq. Çünki biz onları görsək, onların fərqində olsaq, avtomatik olaraq anında mükəmməllik statusu itir. Biz tacımızı qoyuruq kənara məcburən və taxtımızdan düşməliyik. Əgər heç olmasa bəzi aspektlərimizi görsək. Amma mükəmməl olmaq üçün biz onların hamısını rədd edirik və qalırıq dar dünyamızda. Gəlin təsəvvür edin, necə ki, məsələn, zooparkda ya da heç əvvəl deyəcəkdim ki, məsəl üçün həbsxanada bir insan
bir kletkanın içində yaşayan insan, bəlkə o təsvir edə bilər ki, necə bir insan hiss edir bütün həyatdan məhrum olduğu üçün. Biz eyni həbsxananı axı daxilimizdə yaradırıq, idealımızla. Biz bütün varlığımızı qoyuruq o kletkanın içinə və necə ki, o şir gəzər belə hirslənir, bəzən partlayır, sonra sır yatışır. Bax bizdə də o ideal kiçik dünyamızda yaşayanda biz çərçivələrlə sıxılmış halda belə oluruq və əlimizdə fürsət düşəndə, harda ki biz özümüzü haqlı hiss edirik, o partlayışı yaşayırıq, biraz canlı hiss edirik, başqasının üzərindən özümüzü daha üstün, daha olmuş kimi hiss edirik. Amma əslində biz o ideal dünyamızda kletkanın içində yaşayan bir şirik. Hansı ki insan olmağı unudur. Onun üçün adi insan olmaq bütün aspektləri ilə iriyənc bir şeydir. Məsələn, bu xanım özünü ideal sanmasaydı, özündən biraz fərqində olsaydı prosesindən, o məni görərdi. Axı özü də anadırsa, mən inanmıram onun uşaqları mükəmməl. Yəni bütün uşaqlar çox oxşar olur təbiətcə. Nadinc olurlar falan filan. Amma o əgər xanım idealdırsa, onun tərbiyə tərzi də elə olacaq və o bəlkə də məni eşitmədiyi qədər, bəlkə deyirəm, mən bilmirəm onun həyatında nə baş verir. Uşaqlarını da eşitmir, görmür. Necə ki özü var ola bilmir insan kimi, uşaqlarına da, mənə də var olmağa qoymur. Əgər mən insanamsa, mən öz o gizli, qaranlıq, kölgə, canavar, adını istəyirsiniz qoyun, o tərəflərimi görməyə başlayıramsa və fərqindəyəmsə, mən bu situasiyada yenə də qəzəblənərəm, ya da hirslənərəm. Haqqım da var deyə bilərəm ki, niyə məsələn mənim evimin önündən gülü dərirsiniz, mən əmək verirəm, mən əkirəm. Amma qarşımdakı məndən üzr istəyirsə, halını başa salırsa, mən haldan anlayaram. Mən özüm də yadıma salaram bütün o situasiyalara, harda ki mən eyni hiss eləmişəm. Çarəsiz hiss eləmişəm, yorğun hiss eləmişəm bir ana kimi. Küçənin ortasında ağlamağım gəlib. Və o an mənə kimsə dəstəyi, boş ver ki, sən yaxşı anlayıram. Amma gələn dəfə də məsəl üçün, bax, güdəcəm səni, evimin önündən keçmə kimi bir zarafat məsəl üçün eləmək olar. Empatiya budur. Halı anlamaq budur. Əgər mən özümə normal bir insan kimi baxa bilmirəmsə hələ, çünki xoşuma gəlməyən cəhətlər, mənim ideal insan anlayışıma sığmayan o cəhətləri mən özümdə rədd edirəmsə, mən adi insan hələ ki ola bilmirəm. Adi insan olmayana qədər də mən heç vaxt empatiya duyğusunu hiss edə bilmərəm. Çünki mən empatiya duyğusu olanda mən tacımdan və taxtımdan məhrum oluram. Mən səhv edən bir insana deyirəm ki, anlayıram, mən də elə eləyirəm. Bu demək deyir ki, biz hər böyük bir səhvi, hər şeyin gözünü bağlayaraq gedirik. Yox, amma mühakimə azalır. Haldan anlamaq azalır. Biz onda özümüzə də insan kimi yaşamağa şans veririk. Və bəli, kraliçə olmağı artıq kraliçə kimi ola bilmirik və başqasına qarşı mühakiməli, üstdən davrana bilmirik, onun kayfını yaşaya bilmirik. Amma insanlıq halini anlamağa başlayandan da o
Kayf iyrənc gəlməyə başlayır insana. İnsan özünü çox, nəinki üstün, belə çox, əksinə çox aşağı bir təbəqə kimi hiss eləyir. Başqasının üzərindən belə yüksəldiyinə görə. Mən yolda evə gedərkən özümə bir daha söz verdim ki, daha diqqətli olacağam. Daha da çox anlamağa çalışacağam daxili dünyamızı. Çünki o an onun o cümləsi ki, mən də anayam, amma mən tərbiyə edirəm, mən öyrədirəm. O axı məni tanımır. Yəni siz birazca məni tanıyırsınız, mən öz yolumu da paylaşıram sizlə. Bacardığım qədər, yəni böyük uşağımla da necə olmuşam, indi kiçik uşağımla da necə oluram, bu keçdiyim yolları hamısını paylaşıram və siz görürsünüz ki, mən nə qədər əmək verirəm. Düzdür, bu insani münasibət yaratmaq üçün həm özümlə, sizinlə, həyatımda olan bütün insanlarla. Amma o qadın bunu bilmir. O qadın öz fərqində olmadan öz krallığında kraliça olmaq üçün məni bir-iki cümləsi ilə məhv etdi, əzdi. Mən onun üçün yem oldum. Yem oldum və o əlbəttə ki, mən gedəndən sonra evdəkilərə də bunu danışdı və özünü çox haqlı saymağa davam edir. Və mən onu da anlayıram. Elə situasiyalarda olmuşam. Biz hamımız olmuşuq. Harda ki, o haqlı qəzəbimizi az qala bütün nəsil kökə, dosta, tanış hamısına danışmışıq ki, biz belə əlimizə fürsət düşüb baxa belə yüksəlməyə. Amma bu birisi tərəfi görmədən. İnsan özünün aspektlərini, bəyənmədiyi aspektlərini normallaşdırmağa başlamayana qədər, onlara var olmağa, yer verməyə, öyrənməyənə qədər yavaş-yavaş olur bu proseslər. Biz idealımızdan bizə çox çətindir o aspektlərimizə yaxınlaşmaq. Biz heç istəmirik hamı kimi eyni olmaq. Görmək ki, başqasında mühakimə etdiyimiz, bəyənmədiyimiz cəhətlər bizdə də var. Fərqli dərəcələrdə, amma var. Biz də edirik bir şeyləri. Amma sadəcə bunu görsək, biz həm dediyim kimi özümüzə daha rahat və azad olmağa icazə veririk. Və başqa insanlar da bir şeylər yaşayanda onlara dəstək ola bilirik, empatiya hiss edirik, empatiya hiss edəndə də insan kimi hiss edirik. Və o eyni empatiyanı artıq yaxınlarımıza da, başqalarına deyil, sadəcə özümüzə də göstərə bilirik. Çünki nə başqalarına, nə də özümüzə ideal pozisiyadan yanaşmamağa çalışırıq. Bu dəqiqə mən bunu burada danışanda, bu demək deyil ki, bu qədər asandır. Yox, insan illərini aparır bunları anlamaq. Bəlkə də çox insan burada dinləyir və düşünür ki, bu onun haqda deyil. Olsun, hamımızın öz zamanı var. Mən də bütün bu proseslərdən keçmişəm. Belə, məncə empatiya barəsində daha çox anladıqca sizinlə mütləq paylaşacağam. Amma bu küçədəki münaqişə mənə çox şey öyrətdi. Mən ideal olmaqdan iyrəndim bir daha da. Bu ilk dəfə deyildi. Özümdə yaşadıqca cürbəcür prosesləri görəcə, müşahidə etdikcə dəfələrlə olub məndə. Amma belə canlı maştabda, küçənin ortasında harda ki, bu səninlə baş verir, amma eyni zamanda da sən xatırlayırsan ki, sən də bunları açansa eləmirsən, belə olursan, deyirsən, onda insan birdən situasiyanı iki tərəfdən görür. Və beyni başqasını mühakimə edib, onu canavarı ilə parçalamaqdan, sürməkdənsə, keçir özünü anlamağa, insan dünyasını anlamağa və ona gərəkdiyi nəticələri çıxartmağa. Belə, bugün sizinlə paylaşmaq istədiyim bunlar idi. Fikirlərinizi gözləyirəm. Biz gələn həftə yenidən görüşərik. Sağ olun.